Nəzərinizə çatdırım ki, söyləyəcəyim sözlər xüsusilə buraxılış sinifləri üçün lazımlı sözlərdir. Öyrənməyiniz məsləhətdir. Nomadic, yəni köçəri. Ona aid cümlə deyək ki, yadımızda qalsın. Ümumiyyətlə sözləri cümlələr içərisində öyrənməyinizi məsləhət görərdim. Yoxsa bugün öyrəndiyiniz sabahı gün yadınızdan çıxa bilər. Nomadic people usually move from one place to another in search of food and water. Yəni, köçəri insanlar qida və su axtarışında bir yerdən digər yerə, adətən bir yerdən digər yerə köçürlər. Picturesque mənası mənzərəli. We visited a picturesque village surrounded by green hills. Yəni, biz yaşıl təpələrlə əhatələnmiş mənzərəli bir kəndə ziyarət etdik və ya baş çəkdik. Üçüncü söz incurable, yəni sağalmaz. Sözün kökü cure, yəni əlac, çarə. In şəkilçisi isə sözü inkar edir, sağalmaz, çarəsiz. Cümlə deyək ki, yadımızda qalsın. Some diseases are still incurable despite modern medicine. Yəni, bəzi xəstəliklər müasir tibbə baxmayaraq hələ də sağalmazdırlar. Yəni, hələ də çarəsizdirlər. Glamorous. Sözün mənası məftun edici, cazibədar və ya mötəbər. She looked glamorous in her red evening dress. O, qırmızı gecə libasında və ya paltarında cazibədar görünürdü, məftun edici görünürdü. Apart, ayrı mənası var. They've been living apart for several years now. Onlar hal-hazırda bir neçə ildir ki, ayrı yaşayırlar, yəni ayrı yaşamaqda davam edirlər. İndiki bitmiş davam edici zaman işlənib burada. Danger, yəni təhlükə. Smoking is a danger to your health. Yəni siqaret çəkmək sənin sağlamlığına bir təhlükədir. Prediction, proqnoz. Yəni öncədən xəbər vermə. The weather prediction says it will rain tomorrow. Hava haqqında məlumat deyir ki, sabah yağış yağacaq. Axı hava haqqında məlumatı öncədən deyirlər. Prediction o mənanı daşıyır. Sözün kökü predict, yəni öncədən xəbər vermək, proqnoz vermək. Courtesy, nəzakət, lütfükarlıq. He showed great courtesy to the elderly guests. Yəni o, yaşlı qonaqlara böyük lütfükarlıq göstərdi. Fabulous, yəni inanılmaz, möhtəşəm. We had a fabulous time at the beach party. Yəni biz çimərlik şənliyində möhtəşəm, gözəl vaxt keçirdik. Yenə də təkrar edirəm, sözləri cümlələr içində öyrənməyi unutmayın. Onda mütləq yadınızda qalacaq.